Bu gün Qurban Bayramı münasibətilə Ağstafa rayon İcra Hakimiyyəti aparatının təşkilatçılığı və Ağstafa rayon ət kəsim məntəqəsinin dəstəyi ilə Ağstafa rayon ət kəsim məntəqəsində onlarla qurbanlıq heyvanlar kəsilib. Ət kəsim məntəqəsində 200-dən artıq xırda buynuzlu heyvanlar satışa çıxarılıb. Azərbaycan Qida Təhlükəsizliyi və həmçinin rayon gigiyena və epidemiologiya mərkəzinin mütəxəssislərinin nəzarəti ilə rayon sakinləri qurbanlıq heyvanlar alaraq kəsim məntəqəsində kəsdiriblər. Qurban Bayramı münasibətilə Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov, aparatın digər rəhbər işçiləri, rayonun hüquq mühafizə orqanlarının rəhbərləri, rayonun idarə, müəssisə və təşkilat rəhbərləri də ət kəsim məntəqəsində iştirak ediblər. Ağstafa rayon İcra Hakimiyyətinin başçısı Seymur Orucov mərasimdə çıxış edərək Qurban Bayramı haqqında fikrini bölüşüb və hər kəsi müqəddəs Qurban Bayramı münasibətilə təbrik edib. Allah kəsilən qurbanları qəbul eləsin. Tək və belə qanla, xata, bala, nə bilim, pis aura nə var, hamısı buradan geçsin. Bütün dünya Azərbaycanlıların, bütün dünya müsəlmanların Qurban Bayramını təbrik edir. Qaytarıq nəzarəti yüksək səviyyədədir. Alıcı qabiliyyəti var, alan var. Alan var. Kəsim məntəqəsinin rəhbəri məntəqədə ət kəsimi üçün hər cür şəraitin mövcud olduğunu söyləyib. Bir çox sahibkar isə bugün nəinki süni qiymət artımının olduğunu, hətta hər kəsin ala biləcəyinə uyğun olaraq qurbanlıq heyvanların müvafiq qiymətə satıldığını deyib. Sonda rayon rəhbəri ət kəsim məntəqəsinin şəraiti ilə yaxından tanış olub. Qeyd edək ki, sonda rayon rəhbərliyi tərəfindən kəsilən iri buynuzlu qurbanlıq heyvan 200-dən çox güzəştli və imtiyazlı ailəyə bayram sovqatı kimi verilib. Kamran Əskiparalı, Amin Qəhrəmanov, Bugün informasiya proqramı üçün.